Present simple hadisələr mütəmadi olaraq baş verirdi. Fe'llər olduğu kimi qalırdı. Present continuous hadisələr bu dəqiqə baş verirdi. Am, is, are və fe'llərin sonuna ing şəkilçisi artırırdı. Present perfect indiki bitmiş zaman hadisələrin bir tərəfi keçmiş olsa da bu gün ilə də əlaqəsi var. Ona görə buna indiki bitmiş zaman deyirlər. Present perfect continuous isə have, has, been və fe'llərin sonuna ing şəkilçisi artırılır. Bunlar həmişə ya zaman zərfi ilə ya da ki uzlaşma ilə verilir. Hadisələrin müəyyən müddətlə davam etdiyini və bu günlə də əlaqəsi olduğunu yenə də göstərir. Cümlələrə baxaq. Biz bir-birimizi artıq 4 ildir ki tanıyırıq. We have already known each other for 4 years. Burada bəs niyə davam et zaman vermədik? Çünki bəzi fe'llər var ki, onlar davam et zamanında işlənməz. Bunlardan biri də tanımaq fe'lidir. O həmişə ingilis dilini öyrənmək istəyib. Öyrənmək istəyib. He has wanted to learn the English language. Lalə artıq 2 saatdır ki evdədir. Lalə has already been at home for 2 hours. Burada Lalə mübtədamızdır. Fe'limizi bitmiş zamanla ifadə elədik. Has been at home, evdədir. Uşaqlar haradadır? Where are the children? Uşaqlar hələ də həyətdə oynayır. Burada artıq hələ də sözü varsa, biz davam etdiyi zamana getməliyik. Children are still playing in the yard. Mənim qardaşım artıq 3 ildir ki mühəndisdir. My brother has been an engineer for 3 years. Burada artıq 3 ildir, məsələn, for over 3 years da deyə bilərik. Yəni 3 ildən over bir şeyin çox olduğunu göstərir. My brother has been an engineer. Yəni engineer olduğunu göstərir. Been-lə verir. Has been. Mənim dostum ingilis dilini uşaqlıqdan bilir. My friend has known the English language uşaqlıqdan, yəni uşaqlıqdan bəri. Ona görə since childhood deyəcək. Bir də deyirəm, my friend has known. İndiki bitmiş zamanda deyirik. Çünki uşaqlıqda bilirdi, bugün də bilir də. Has known the English language since childhood. Mən düz yarım saat səni müşahidə etmişəm. Deməli, I have been observing you, müşahidə etmək, observe. I have been observing you for half an hour. Burada bir süreç var, bir müşahidə davam edən bir süreç var. Ona görə have been observing deyirik. Sizin qardaşınız hələ də xəstədir. Is your brother still ill? Burada ümumiyyətlə sual veririk. Is your brother still ill? Yox, no, he isn't. O artıq sağalıb. He has already recovered. O artıq 3 gündür ki idmanla məşğul olur. He has been doing sports for 3 days. İndi idman ilə məşğul olur. Burada davam edən bir proses var. Ona görə he has been doing deyirik. Mən çoxdan bu kitabı oxumaq istəyirdim. Mən istəyirdim, bu bitmişdə deyəcəm. I have wanted to read this book. Çoxdandır, for a long time. Çoxdandır, uzun müddət, for a long time. Deməli, mən bu kitabı oxumaq istəyirdim. Bir tərəfi keçmişə dayanır. I have wanted to read this book for a long time. Mən artıq 20 dəqiqədir ki, öz köhnə kitabımı tapmaq istəyirəm. Burada bir cəhd var, çalışma var. I have been trying to find. Yəni, tapmağa çalışıram. I have been trying to find my old notebook for 20 minutes. Artıq 10 ildir ki, onlar
New York'da yaşayırlar. Baxın, live də davam edici zamanda işləmir. They have lived in New York for 10 years. They have lived. Yəni onlar yaşayır in New York for 10 years. Mənim xalam aktrisadır. My aunt is an actress. O həmişə teatrı xoşlayıb. She has always liked it or loved it the theater. Sizin atanız artıq şimaldan qayıdıb. Burada baxın, qayıdıb artıq bitmiş bir fikir var. Sizin atanız, yəni atamız da burada üçüncü şəxsin təkidir ha, orada diqqət eləyəcək. Has your father returned from the north? Cəhətlər Z artiklından işlənir. Has your father returned from the north? Yes, he has. Bəli deyiriksə həmişə deyirik. Yes, he has. Niyə görə has deyir? Çünki indiki bitmiş zamanın qarşılığını elə özündən veririk. Artıq 2 həftədir ki, o evdədir. He has been at home for 2 weeks. Mən artıq 3 gündür ki, bu barədə düşünürəm. Deməli, düşünmək sözü davam edici zamanda işlənmir, amma bunun bir təzadlı bir forması var. Əgər mən qısa bir proseslərdən danışıramsa, bir obyekt haqqında söhbət gedirsə, bunda mən verə bilirəm. Amma əgər desəm, düşünürəm ki, hər şey yaxşı olacaq, burada bir ümumi bir fikri ifadə eləyir deyə biz onu davam edici zamanda işlətmərik. Bu diqqət olunası məsələlərdəndir. İndi mən artıq 3 gündür ki, bu barədə düşünürəm. I have been thinking, çünki bir konkret bir şey haqqında düşünürəm. I have been thinking about this for 3 days. 3 gündür ki, for 3 days. Mənim bacım süd ilə kofe içir. Burada bir ümumi bir fikir var. My sister drinks coffee with milk. Süd ilə içir, yəni kofeni. Mən isə həmişə qara kofeni üstün tutmuşam. But, mən isə deyir axı burada. But I prefer to drink black coffee. Burada qara kofeni yazılmışdı cümlədə. Mən ona görə qara kofe dedim. Amma məsələn, tünd kofe nəzərdə tutulanda strong coffee deyirik. Biz sizi görməyimizə çox şadıq. We are glad, bu indiki sadə zamandır, genel bir durumlarda. We are glad to see you. Siz hələ də həmin kitabı oxuyursunuz. Hələ də sözü cümləsi varsa, burada bir davam edən proses var. Yəni bu davam edən prosesdə həmişə indiki davam edici zamana aid olur. Are you still reading that book? Yəni siz hələ də həmin kitabı və yaxud da are you still reading the same book? Siz onu artıq nə qədər vaxtdır ki oxuyursunuz? Baxın, burada bir başlanmış, davam etmiş, hələ də davam edən proses var. Buna diqqət edirsiniz. How long, nə qədər müddəti? How long have you been reading it? Yenə deyirəm, müəyyən vaxtdan başlayıb, davam edib, bu gün də davam edir. Ona görə bitmişin davam etsinə keçiririk. How long have you been reading it? Mənim bacım artıq 5 ildir ki, musiqi ilə məşğul olur. My sister, burada da bir davam edən proses var. 5 ildən bəri başlayıb, hələ də davam edir. My sister have been involving in music for 5 years. Bacım üçüncü şəxsin tək olduğu üçün my sister has been involving in music for 5 years. Mən səni bütün axşam axtarmışam. Bitən bir hərəkət var burada və davam edib. Bu bütün axşam sürecində bu hərəkət davam edib. Mən həm keçmişdə qalıb, həm bir davam etmə funksiyası var, həm orada bir zaman var ki, all evening verəcək də biz orada.
mən onu vurğulamalıyam, o zamanın birləşməsini. I have been looking for you all evening. Səni axtarmışam. I have been looking for you all evening. Bütün bu vaxtı sən harada olmusan? Burada da davam etmədi. Artıq bitdi. Soruşuram, qətiləşdirirəm. Where have you been all this time? Bunu dedik. 2 saatdir ki onlar inşa yazırlar. They have been writing yazırlar. Davam etmə prosesi var. 2 saatdan bəri başlayıb. They have been writing an essay for 2 hours. Bir cümlə də əlavə eləmişəm. Bunu şəkildə düşməyibdir. Mən sizi bir müddətdir görməmişəm. Çox dəyişmisiniz. Görməmişəm. Bir müddətdir. Bir müddət ümumiyyətlə ifadədir. For a while'dır. Görməmişəm. Bitmişdə qalıb bu gündə mənə təsir edir. I haven't seen you for a while. Çox dəyişmisən. You have changed a lot. Dəyişmisən. Artıq. You have changed a lot.